Mən Göyçay rayon Qarabağ sakini. Burada heyvanları, öz kəndimizi heyvandarlıqla məşğul oluram. Kredit götürürəm, təsərrüfatçıyam da qardaş. Bax, burada itin əlindən biz heyvan saxlaya bilmirik. Cənab Prezident, sizdən böyük xahiş edirəm. Sizin Göyçay rayonu icra hakimi seçdiyiniz Orxan Mürsəlovun əlimizdə qida təhlükəsizliyi sənədləri var. Polis şöbəsindən də əməkdaş gəlmişdi. Qarabağ kəndinin bələdiyyəsindən də gəlib. Yoxlanış aparılan zaman bu Orxan Mürsəlov şəxsən qida təhlükəsizliyin əməkdaşı gəlib bizə verdiyi rəyi saya salmır. Bax qardaş, burada var. Demək 96 dənə cavabdan cəmi 6 dənəsi qanunsuz, qaydasız gətirib itlər saxlayırlar. İndiki çəkiliş getdiyi zaman çöldə itlər olur. Demək o it boğur içəridə itləri açıb bıraxır çölə. Gündə hər gün buraya it gəlir, itlər qaçır gedir kəndə. Yaxşı, bu şəhərin itdən təmizləyirlər. Bəs bizim körpə uşaqlarımız Orxan Mürsəlov demək aktanın verdiyi qanunları heçə sayır. Bu iç sığınacağının qanunsuz olduğunda Qida Təhlükəsizliyi Agentliyi təsdiq elədi. Bizdə rəy ola da Cənab Prezident, sizdən xahiş edirəm, bu haqda tədbir görəsiniz. Akta ölkəmizdə mal bazarlarının yaxşı fəaliyyət eləmədiyinə görə mal bazarlarını saxlamışdı. Neçə ay təmin getdi, bax bundan biz çox razıyıq. İndi heç bir xəstəlik yoxdur, heyvanımızı aparıb rahat da sata bilirik. Demək, bu aktanın verdiyi kağızı Orxan Mürsəlov Göyçay rayon icra başçısı. Cənab Prezident, heç sayır.